Salam hörmətli müəllimlər və müəllim olmaq istəyən namizədlər. Bugünkü mövzumuz futsaldır. Futsal ilk dəfə Uruguayda 1930-cu ildə Juan Carlos tərəfindən yaradılıb və futsalın özünün beynəlxalq bir federasiyası yoxdur. Futsal 1989-cu ildə Futbol Federasiyasına birləşdirildi və futsalın federasiyası belə deyək ki, futbol götürülür, beynəlxalq futbol federasiyası götürülür. Daha sonra 1998-ci ildə, 1998-ci ildə Azərbaycan Futsal Federasiyası yaradıldı və Azərbaycan Futsal Federasiyasına Azərbaycan Futbol Federasiyası rəhbərlik edir, yəni AFFA rəhbərlik edir. Futsal üzrə Avropa və Dünya çempionatı 4 ildən bir keçirilir. Ən çox dünya çempionu olmuş ölkə futbolda kimi Braziliyadır, yəni ən çox Braziliya çempionu olub, dünya çempionu olub 6 dəfə. Daha sonra futsal üzrə ən çox Avropa çempionu olmuş ölkə İspaniyadır, 7 dəfə çempion olub. Bu eyni şəkildə futbolda da belə deyil, futbolda da ən çox dünya çempionu olmuş Braziliya, Avropa çempionu olmuş İspaniyadır. Və bunu da qeyd edək ki, futsal olimpiya oyunları proqramına daxil deyil. Yəni qeyri-olimpiya oyunudur. Belə bir sual çıxa bilər ki, qarşımıza olimpiya oyunlarında, futsal olimpiya oyunlarında nə vaxt iştirak edib, futsal olimpiya oyunlarında iştirak etməyib, olimpiya oyunları proqramına daxil edilməyib. İndi isə sizə komandalar haqqında məlumat verim. Dedik, komanda nədir? Əsas və ehtiyat oyuncularının cəmi. Futsalda da bir komanda 14 nəfərdir. Bir komanda 14 nəfərdən ibarətdir. Bu 14 nəfər 2 yerə bölünür. Əsas və ehtiyat. Əsas 5, ehtiyat 9 nəfər. Başlayaq birinci ehtiyatdan, sadəcə. Ehtiyat dedik 9 nəfərdir. Oyuna başlayan zaman 8, 7, 6, hətta 0 da ola bilər. Yəni, qarşıya bir şərt qoyulmur ki, 9-la gəlməlisən. 8 ilə, 7 ilə, 6 ilə, 0 ilə da oyuna başlaya bilər. Yəni, zədəlidir oyuncun və yaxud da ki, oyuncun hər hansı bir problemi var, xəstədir, gələ bilmir. Buna görə yəni, bir şərt yoxdur. 9-dur, maksimum ən çox 9 ola bilər, 0 ilə da gələ bilər, oyuna başlaya bilər. Və əsas. Əsas heyət 5 nəfərdir. Oyuna başlayanda 5-dir, 4, 3 ilə də başlaya bilər. Oyuna başlayan zaman 3 nəfər oyuncu ilə başlaya bilər. 3-dən azla başlaya da bilməz, davam etdirə də bilməz. Avtomatik olaraq burada komandaya texniki məğlubiyyət verilir. Və 5-0 hesab qeyd olunur. Yəni 5-0 nədir? Oyunda vurulan qol. Yəni qalib komanda 5-0, 5 top vurmuş kimi qalib sayılır. 5-0 olur və qalibə məğluba verilən xallar deyimsə, qalib 3, məğlub 0, bərabərlik. Bərabərliyə isə bir xal verilir. Qalib 3, məğlub 0, bərabərliyə bir xal. Dedik, demək, komandanın əsas edir. 5 nəfərdir, 4 ilə, 3 ilə başlaya bilər, 3-dən azla davam etdirə bilməz. 3 ilə başlaya bilər, davam etdirə də bilər. Və dedik ki, məsələn, əsas heyət 5 nəfər. Oyun başlayandan sonra və yaxud başlamamış, əsas heyət oyuncusundan biri oyundan qovularsa, ehtiyat oyuncu varsa yerinə bir nəfər gəlir. 5 idi, biri qovuldu 4. Ehtiyatdan biri gələcək, yenə olacaq 5. Və yaxud 4 ilə başlayır, məsələn, 4 nəfər oyuncusu var, qovuldu yerinə biri gələ bilər. Fərqi yoxdur, yəni əsas heyət oyuncusundan biri oyun başlamamış və yaxud başlayandan sonra əsas heyət oyuncusu qovulsa, yerinə ehtiyatdan gəlir. Lakin ehtiyat qovulsa, yerinə heç kim gəlmir. Adı üstündə ehtiyat əsasa dəstək ola bilir. Amma ehtiyatdan bir oyuncu qovulsa, yerinə heç kim gəlmir. Yep yoldan tutub kimsə gətirəsi deyirlər ki, buna görə əsasdan qovulan yerinə ehtiyatdan oyuncu gəlir, amma ehtiyatdan qovulan yerinə heç bir oyuncu gəlmir. Və oyuncu dəyişikliyində heç bir məhdudiyyət yoxdur. Oyuncu dəyişikliyi hakimə demədən olur, top ölü olan vaxtları reallaşır. Və oyuncu dəyişikliyi meydansında müəyyən olunmuş yer var. Həmin zonadan, indi meydança haqqında məlumat verəndə orada deyəcəm, həmin zonadan həyata keçirilir. Hakim o vaxt oyuncu dəyişikliyinə icazə verməz ki, dediyi oyuncu dəyişikliyinə hakimə deyilmir. Lakin oyuncunun üst-başı səliqəsiz olarsa, düz olmarsa, üstündə kəsici bir alət olarsa, zərər yetirə biləcəyi hər hansı üstündə bir şey ola bilərsə, bu vaxtı hakim oyuncu dəyişikliyinə icazə vermir və
Bir də oyuncu dəyişiklinə vaxt eləmək olmaz. Timeout vaxtı. Yəni timeoutla bağlı məlumat verəcəm. Timeout vaxtı. Komandalar timeouta çıxıbsa heç bir komanda oyuncu dəyişikliyi eləyə bilməz. Daha sonra sizə hissələr haqqında məlumat verim. Oyun futsal idman oyunu 2 hissədən ibarətdir. Birinci hissə və ikinci hissə. Hər hissə 20 dəqiqədir. Birinci hissə 20 dəqiqə, ikinci hissə 20 dəqiqə. Yəni ümumi nə eləyir? 40 dəqiqə. Futsal idman oyunu 40 dəqiqədən ibarətdir. Əsas hissəsi 40 dəqiqədir. Və hissələr arası fasilə, yəni birinci hissə ilə ikinci hissə arası fasilə 15 dəqiqə olur. Birinci hissə, birinci 20 dəqiqə bitir, komandalar 15 dəqiqə fasiləyə gedir və ikinci hissə, ikinci 20 dəqiqə başlayır. Oyunda bərabərlik var. Əgər 40 dəqiqənin tamamında komandalar bərabər qalarsa, yəni hər hansı bir çempionat oyuncusa, hər hansı bir belə deyək, adi bir oyuncusa, komandalar bərabərə qalarsa, hər komandaya bir xal verilir. Dedik qalibə, 3 məğluba 0 bərabərliyə bir xal verilir. Komandalar bərabərə qalarsa, hər komandaya bir xal veriləcək və komandalar bərabərliyə razılaşacaq. Lakin hər hansı bir final oyunudur. Məsələn, qalibi müəyyən eləmək şərtdir. Yəni, mütləq qalib olmalıdır. Artıq burada 40 dəqiqənin tamamında oyun bərabərə qalır və qalib müəyyən eləmək şərtdirsə, komandalar 2x5 dəqiqə yollanır. 2x5 dəqiqə nədir? Yəni 2 dənə 5 dəqiqəlik. 2 dənə 5 dəqiqəyə gedirlər komandalar. Bu 2 dənə 5 dəqiqənin tamamında qalib müəyyən varsa qalib olacaq, yoxdursa komandalar gedib püşkatmaya, üzrəstən penaltilərə. Komandalar gedib penaltilərə və hər komanda 5 dənə penalti yerinə yetirir. 5 penalti vurulandan sonra qalib müəyyən olunmasa, yəni hər iki komanda deyir 5 dənə penalti uğurla yerinə getirdi. Avtomatik olaraq bu artacaq, olacaq 6, 7, ta ki hər hansı bir komanda səhv eləyənə qədər. Bir komanda səhv eləməsə bu uzana bilər. Dedik oyun 2 hissədir, 20-20-40 dəqiqədən, əgər oyun mütləq qalib oyunda bilinməlidirsə 2x5 dəqiqəyə gedir və burada da qalib müəyyən olmasa gedib penaltilərə hər komanda 5 dənə penalti vurur. Oyun püşkatma ilə başlanır. Minimum 1, yəni ən azı bir dəfə, ən çoxu 4 dəfə oyunda püşkatma keçirilir. Püşkatmalar nə vaxt olur? Birinci hissənin, birinci 20 dəqiqənin, yəni oyunun əvvəli bir dənə püşkatma oldu. Oyun əlavəyə gedirsə, demək 2x5 dəqiqə var ki, o 2x5 dəqiqənin birincisinin əvvəli püşkatma keçirilir. Baxın, birinci hissənin oyunun əvvəli, 2x5-in birincisinin əvvəli və penaltilərə gedirsə, qapı seçimi, püşkatma, ilk zərbə. Bu da püşkatma ilə olur. Baxın, birinci hissənin oyunun əvvəli bir dəfə, 2x5-in birincisinin əvvəli bir dəfə, 2 dəfə, qapı seçimi püşkatma ilə 3 dəfə, ilk zərbə püşkatma ilə 4 dəfə. Yəni oyunda maksimum 4 dəfə, minimum bir dəfə püşkatma olur. İndi isə sizə komandaların yer dəyişməsindən məlumat verim. Komandalar nə vaxt yerini dəyişir? Birinci isə bitir. Birinci 20 dəqiqə, birinci isə bitdi. Məsələn, deyək A komandası və B komandası. Oyun başlayanda püşkatmaya əsasən A belə burada durdu, B burada. Birinci isə bitir, ikinci isə başlayanda məcburən, avtomatik olaraq B keçir A-nın yerinə, A da keçir B-nin yerinə. Komandalar yerlərini dəyişir. Daha sonra oyun əlavəyə gedəndə 2x5-in birincisinin əvvəlində dedik püşkatma keçirilir. Burada artıq ikinci isə bitir, birinci 5 dəqiqə başlayanda püşkatmaya əsasən komandalar yerini dəyişə də bilər, dəyişməyə də bilər. Lakin ikinci 5 dəqiqənin əvvəli, birinci 5 dəqiqə bitir, ikinci 5 dəqiqə başlayanda burada da məcburən, deyək ki, yenə də burada da məsələn ikinci 5 dəqiqə başlayanda B buradadır, A burada. Avtomatik buradan B keçir A-nın yerinə, A keçir B-nin yerinə. Yəni birinci isə bitir, ikinci isə başlayanda mütləq yerini dəyişir. Birinci 5 dəqiqə başlayanda püşkatma əsasını dəyişə də bilər, dəyişməyə də bilər. İkinci 5 dəqiqə başlayanda komandalar mütləq yerlərini dəyişir. İstər timeoutdan danışım. Oyunda 2 dəfə timeout olur. Yəni hər komanda 2 dəfə timeout götürə bilər. Timeoutun müddəti 60 saniyədir.
Birinci hissədə bir dənə, ikinci hissədə bir dənə timeout götürə bilərlər. Hər komanda. Birinci hissədə götürülməyən timeout ikinci hissəyə keçmir. Çünki ikinci hissənin özünün bir dənə timeout var. Hər hissənin özünün timeout var. Birdə götürülməyən ikiyə keçmir, ikidə götürülməyən əlavəyə keçmir. Çünki əlavədə timeout verilmir də, əsas hissədə götürülməyən keçmir də. Birinci hissəyə bir dənə, ikinci hissəyə bir dənə müddət 60 saniyə könüllüdür. Komanda istəsə götürər, istəsə götürməz. Komandanın öz verəcəyi qərardır. Dedik, birinci hissədə ikinci hissəyə keçmir, ikinci hissədən əlavəyə keçmir. Daha sonra sizə meydança haqqında məlumat verim. Meydança futbolda necə idi? Deyirdik minimum, maksimum, minimum 100, maksimum 110 metr. Burada da meydança iki ölçüdə olur. Meydança düzbucaqlı, düzbucaqlı bir meydançadır. Futsal meydançası düzbucaqlı bir meydançadır. Və meydança mərkəzdən iki bərabər hissəyə bölünür. Meydançanın uzunluğu minimum, yəni ən azı 38 metr, maksimum 42 metr olur. Eni isə, meydançanın eni isə minimum 20 metr, maksimum 25 metr olur. Minimum 20, maksimum, yəni meydançanın uzunluğu 38 metr olsa eni 20 metr olacaq, uzunluğu 42 metr olsa eni 25 metr olacaq. Və meydan dediyi mərkəzdən iki bərabər hissəyə bölünür. Mərkəzi dairə deyirik buna. Mərkəzi dairənin diametri radiusu 3 metrdir. Radiusu. Diametr isə, diametr dedik dairənin bir kənarından digər kənarınadır. Diametri 6 metrdir. Radiusu 3 metr, diametri 6 metr. Və hər yarım sahədə qapılar var. Hər yarım sahədə hündürlüyü 2 metr, eni 3 metr olan qapılar var. Yəni iki dirəklər arası 3 metr, yer səthindən üst dirəyə qədər olan məsafə 2 metrdir. Yəni qapının ölçüsü 2-nin 3-ə deyirlər və yaxud 3-ün 2-yə deyirlər. Eni 3 metr, hündürlüyü 2 metr. Və 6 metrlik cərmə meydançası var. Bir yarım sahədə nə varsa, eni ilə digər yarım sahədə var. Bir də bunu deyim ki, mərkəzi dairə dedik. Mərkəzin dairənin ortasında bir dənə kiçik dairə var xəttin üstündə. Həmin dairənin diametri 12 cm, radiusu 6 cm-dir. Top qoyulan dairədir. Futbolda necə idi? 30 cm idi. Burada 12 cm-dir. Yəni futbolda 12 cm olur. Dedik, 6 metrlik cərmə meydançası var. Bu yüzden nə varsa hamısı digər yarım sahədə var. Və qapı xəttindən 6 metr məsafədə. Yəni gəlir düşür bu xəttin, cərmə meydançası xəttinin üstünə. Qapı xəttindən 6 metr məsafədə yazaq bura. Penalti. Penalti xətti 6 metr. Cərmə meydançası da. Bu da 6 metrdir. Yəni 6 metrlik penalti xətti gəlir düşür cərmə meydançasının üstünə. Daha sonra qapı xəttindən 5 metr məsafədə. Qapı xəttindən 5 metr məsafədə qapıçı xətti var. Qapıçı xətti 5 metr məsafədə yerləşir. Və qapı xəttindən 10 metr məsafədə. Qapı xəttindən 10 metr məsafədə 10 metrlik zərbə xətti var. Zərbəsi. 10 metrlikdən vurulur. İndi onunla bağlı məlumat verəcəm. Dedik, qapı xəttindən 5 metr məsafədə. Uzunluğu 40 cm, qalınlığı 8 cm-lik qapıçı xətti var. Qapı xəttindən 6 metr məsafədə penalti xətti var. 6 metrlik penalti xətti. Qapı xəttindən 10 metr məsafədə cərmə atış xətti var. 10 metr məsafədə yerləşir. Qapı xəttindən 10 metr məsafədə. Eyni şəkildə burada nə varsa hər bir şey digər yarım sahədə var. Və 10 metrlik dedik cərmə atış xətti. Bu 10 metrlik məsafədə 5 metr bu yanda, 5 metr bu yanda qoyulmuş nöqtələr, işarələr var. Müəyyən olunmuş işarələr var. O işarələr 10 metrlik vurulan zaman rəqibi, yəni belə deyək, oyunçuları 5 metrlik məsafədə saxlayır.
Bu işarələrlə bilinir ki, yəni oyunçular bundan yaxın dura bilməz. Ən azı bu xəttdə, bu işarələrdə, bu nöqtələrdə durmalıdır. Ondan yaxın dura bilməz. Və 4 dənə künc var. Bu künclərdə künc qövsləri var. Künc qövsünün radiusu 25 santimetrdir. Diametri isə 50 santimetr. Radius dedi 25 santimetrdir. Künc qövsləri və oyuncu əvəz etmə zonası. Bir də bunu deyim ki, bu meydanın xaricində də 5 metrlik məsafədə müəyyən olunmuş işarələr ki var. Küncdən zərbə zamanı rəqib 5 metr bu işarəyə baxaraq durur meydançanın daxilində. Bilinir ki, rəqib 5 metr məsafədədir. Bu xəttdən içəri girsələr, yəni məsələn bura gəlsələr artıq o 5-dən az olacaq. Daha sonra oyuncu əvəz etmə zonası deyək. Mərkəz xətt ki var burada. Mərkəz xəttdən 5 metr bir tərəfə, 5 metr bir tərəfə. Yəni 5 metr bu yarım sahə, 5 metr bu yarım sahədə. Xəttlər var. Bura boş zonadır. Və həmin bu xətt ki var, 5 metr məsafədə çəkilən xətt. Həmin xəttdən 5 metr məsafədə, 5 metr aralıqda 40 sm meydanın daxilində, 40 sm meydanın xaricində olan bir xətt çəkilib. O xəttdən biri də burada, bu xəttdən 5 metr məsafədədir. 40 sm meydanın daxilində, 40 sm meydanın xaricindədir. Bu əvəz etmə zonasıdır. Meydan xəttindən, mərkəzi xəttdən 5 metr sağda solda boş zonadır. Həmin zonadan da 5 metr sonra bir komandanın oyuncu dəyişiklik zonası var, 5 metrdə digər komandanın. Bu ortada gördüyünüz 5 metr boş zonadır. Oyuncular buradan girir, buradan çıxır. A'nın məsələn A buradadır, B burada. A'nın oyuncusu buradan girib çıxacaq, B'nin oyuncusu isə buradan. Bu oldu oyuncu əvəz etmə zonası. Daha sonra dedik 10 metrlik cərimə zərbəsi. 10 metrlik cərimə zərbəsi nə vaxt təyin olunur? Hər komandanın hər hissəyə 5 dənə faul limiti var. Hər komandanın hər hissəyə faul limiti 5 dənədir. Hər hissə. Birinci hissəyə 5 dənə, ikinci hissəyə 5 dənə. Məsələn, 5 dənə limit dolana qədər 1, 2, 3, 4 və 5-cilərdə. Burada qayda pozuntusu cərimə oldu, burada oldu, burada oldu, fərqi yoxdur. 5 dənə dolana qədər hardansa oradan vururlar. Məsələn, B'nin oyuncusu A'nın oyuncusunu yıxır. 5 dənə limit dolmayıbsa, A cərimə zərbəsi, belə deyək, qayda pozuntusu harda olubsa, A cərimə zərbəsini eyni nöqtədən vurur. Və müdafiə olan komandanın oyuncusu canlı səthi qura bilər. Burada canlı səthi qurmağa icazə var. Ötürməyə icazə var. Ötürmə eləyə bilər. Birbaşa qapıya vura bilər. Lakin 5 dənə limit dolandan sonra 6, 7, 8 və s. və digər faullarda harda olmağına baxmayaraq burada gəlirlər 10 metrlikdən vururlar. Limit dolandan sonra komanda əgər qayda pozuntusu eləsə, oyuncu qayda pozuntusu eləsə, gəlib 10 metrlikdən vuracaqlar. Gəlib 10 metrlik cərimə zərbəsi nöqtəsindən vururlar. Və burada canlı səth qurmağa icazə yoxdur. Canlı səth qurula bilməz, ötürmə oluna bilməz. Mütləq və mütləq birbaşa rəqib qapısına vurulur. Və 10 metrlik vurulan zaman rəqib komanda, belə deyək, müdafiə olunan komandanın qapısı 5 metrlik qapısı xətti var. 5 metrlik xətti çıxa bilər. Baxın, limit 5-dir. 5 dənə limit dolana qədər 1, 2, 3, 4 və 5-də cərimə zərbəsi, qayda pozuntusu hardan olsa cərimə zərbəsi o nöqtədən vurulacaq. Və canlı səth qurmağa, ötürmə eləməyə icazə var. Lakin limit dolandan sonra gəlib mütləq və mütləq meydanın arasında olur olsun, gəlib 10 metrlikdən vururlar. Və deyək məsələn, bura A-dır, bura B. Bu 10 metrliklə 6 metrliyin arası ki, bu boş xətt var, boş yer, boş zona. Burada baş verərsə, komanda istəsə buradan vura bilər, yəni qayda pozuntusu olan yerdə. İstəsə 10 metrliyin üstündən vura bilər. Bu komandanın öz seçimidir. Buradadırsa istəsə buradan vurar, istəsə 10 metrliyin üstündən vurar. Və birinci hissə bitdi, ikinci hissə başlayanda komandanın limiti sıfırlanır. Yəni komanda belə deyək də sıfırla başlayır. Deyək birinci hissədə komanda 6 dəfə qayda pozuntusu olub.
Limiti 6 olub bizə. Yəni 7, 8 və yaxud da ki olsun 10 dəfə komanda qaydanı pozub. İkinci hissə başlayanda komanda artıq sıfırdan başlayacaq. Birinci hissə bitir. Birinci hissədə komanda 3-ünü eləyib. İkinci hissə başlayanda sıfırla başlayır. Lakin oyun əlavəyə gedərsə, oyun getdi 2x5-ə. Deyək ki, ikinci hissədə komanda 3-ünü eləyib. Birinci hissədə 3-ünü elədi. İkinci hissə başlayanda sıfırla başlayacaq. Sonra ikinci hissədə 3-ünü elədirsə, oyun əlavəyə gedəndə həmin 3 dənə əlavəyə keçəcək. Həmin 3 dənə əlavədə davam eləyəcək. Yəni artıq əlavəyə gedəndə sıfırlanmır. 1-dən 2-yə keçəndə sıfırlanır. Amma 2-dən əlavəyə gedəndə sıfırlanmır. Daha sonra yandan başlamaq. Yandan başlayan zaman dedik cərimə zərbəsini bilirik. Cərimə zərbəsi meydan limit dolana qədər meydanın istənilən nöqtəsində olsa oradan canlı səthi, oradan birbaşa qapıya vurula bilər və ötürmə olar, canlı səthdə icazə var. Lakin limit dolandan sonra gəlib 10 metrdən vururlar. Canlı səthdə icazə yoxdur, ötürməyə icazə yoxdur. Birbaşa rəqib qapısına vurulur. Daha sonra yandan başlayan, top yandan çıxarsa rəqib komanda yandan başlayır. Yandan başlayan zaman futbolda yandan başlama əlindəndir. Futbolda ayaqlandır. Yandan başlayan zaman top qoyulur xəttin üstünə. Oyunçunun bir ayağı xəttin üstündə olur, digər ayağı sərbəstdir. Çünki belə deyək də, topa vurmalıdır axı bu. Bir ayağı sərbəstdir, bir ayağı xəttin üstündə top qoyulur və ayaqla vurulur. Yandan başlayanda ayaqla başlayırlar. Yandan başlayan zaman rəqib qapısına vurularsa, yandan birbaşa rəqib qapısına vurulan qol qeydə alınmır. Qapıcı qapıdan başlayır. Amma öz qapına vurularsa, rəqib gəlib küncdən zərbə vurur. Onunla da bağlı məlumat verəcəm. Daha sonra mübahisəli top dedik. Mübahisəli top nədir? Topun hakimə dəyib istiqamətini dəyişməsi. Məsələn, top hakimə dəyib istiqamətini dəyişərsə, rəqibə keçərsə, rəqibi hücum qurarsa və yaxud da ki, top öz hakimə deyil, öz oyuncuma qayıdır, öz komandama qayıdır. Lakin öz komandam perspektivli, sürətli, güclü hücum qurur. Bu şans yaranır. Artıq burada da mübahisəli top olacaq. Və mübahisəli topda rəqib 2 metr məsafə saxlayır. Mübahisəli topdan rəqib qapısına vurularsa, qapısı qapıdan başlayır. Öz qapıma vurularsa, rəqib gəlib küncdən zərbə vuracaq. Daha sonra sərbəst zərbə. Sərbəst zərbə məsələn nədir? Cərimə zərbəsidir. Buradan cərimə zərbəsi vururlar. Cərimə və yaxud yandan başlayır. Yandan başlayan zaman mən topa atdım, yəni topa başladım. Yandan başlayanda top getdi. Heç kim toxunmadı. Bir dənə mən vurdum, top getdi meydana. Heç kim toxunmamış, gedib özüm toxunuram. Özüm əlimlə toxunsam, rəqib komanda cərimə zərbəsi vuracaq. Lakin özüm ayağımla toxunsam, heç kim toxunmamış, ayağımla toxunsam, burada rəqib komanda sərbəst zərbə vurur. Və sərbəst zərbədə məsafə 5 metrdir. Rəqib qapısına vurulan qol qeydə alınmır, qapıcı qapıdan başlayır. Öz qapıma vurulan qol, rəqib gəlib küncdən zərbə vurur. Daha sonra mərkəzdən başlayanda mütləq rəqib 3 metr məsafə saxlayır. Demək 2-3-5 metr məsafələr var. Yandan başlayanda cərimə zərbəsindən, sərbəst zərbədən bunlardan 5 metr məsafə saxlayırlar. 2 metr mübahisəli topda da 3 metrdə mərkəzdən başlanır. Mərkəzdən başlayan zaman rəqib 3 metr məsafə saxlayır. Rəqib qapısına vurulan qol qeydə alınır. Öz qapıma vurularsa rəqib gəlib küncdən zərbə vurur. Qapıdan zərbə zamanı, qapıdan zərbədən, yəni futbolda qapıdan qapıya qol qeydə alınır. Futbolda alınmır. Futbolda qapıdan qapıya qol vursan, qol qeydə alınmayacaq, qapısı qapıdan başlayacaq. Niyə qeydə alınmır? Futbol ayaq oyunudur. Qapıdan başlayanda ayaqla başlayırsan. Futsal ayaq oyunudur, ayaqla oynanan oyundur. Lakin qapıdan zərbə əllə başlayır. Qapıdan zərbə ayaqla yox, əllə başlayır. Buna görə əllə, belə deyək də, qapıdan başlayanda rəqib qapısına qol vursan qeydə alınmayacaq. Öz qapına vursan rəqib gəlib küncdən zərbə vurur. Və dedik 10 metrlik. Baxın, yandan başlayanda cərimə zərbəsindən, qapıdan başlayanda sərbəst zərbədən meydanı buraxda olan, dedik 5 limit dolana qədər buraxda olarsa, buradan baş verən cərimə zərbələrində, yandan başlayanda, sərbəstdən başlayanda, mərkəzdən başlayanda, qapıdan başlayanda öz qapına vursan, rəqib gəlib küncdən zərbə vurur. Lakin limit dolandan sonra vurulan 10 metrlik cərimə zərbəsi ki var, burada artıq top geri vurularsa, top geri hərəkət edən zaman
və 6 metrlikdə, 10 və 6 metrlikdə top geri öz qapına vurularsa və yaxud geri hərəkət edən zaman oyun dayandırılır, rəqib komanda sərbəst zərbə vurur. 10 metrlik və 6 metrlikdən başqa qalan hamısında öz qapıma vursam, rəqib küncdən zərbə vurur. Amma 10 və 6 metrlik öz qapıma vursam, rəqib eyni nöqtədən sərbəst zərbə vuracaq. Top geri hərəkət edən kimi rəqib sərbəst zərbə vurur. Və futsalda offside deyilən bir şey yoxdur. Futbolda offside var, amma futbolda offside deyilən bir anlayış yoxdur. İşte kartlardan danışım. Oyunda 2 dənə kart var, sarı və qırmızı kart var. Sarı kart xəbərdarlıq, qırmızı kart oyundan xaric etmədir. Bir oyuncu futboldakı kimi 2 sarı, 1 qırmızı kart ala bilər. 2 sarı kart birin aldığı, digərin alanda qırmızı kart verilir və oyundan qovulur. Oyundan qovulan oyuncusun əvəzinə ehtiyatda oyuncu varsa gələ bilər. Yəni qovulan oyuncusun əvəzinə ehtiyat oyuncu daxil ola bilər. Daha sonra oyunu 4 hakim heyəti idarə edir. Və sizə bir dənə bunu deyim ki, mərkəzdən başlanır. Nə vaxt mərkəzdən başlanılır? Dedik, oyun birinci hissə, ikinci hissə, 2x 5 dəqiqə. Baxın, birinci hissənin əvvəli komandalar mərkəzdən başlayır. İkinci hissənin əvvəli komandalar mərkəzdən başlayır. 2x5-in birincisinin əvvəli komandalar mərkəzdən başlayır. 2x5-in ikincisinin əvvəli komandalar mərkəzdən başlayır və qol vurulanda qolu vuran komanda yox. Qolu buraxan komanda oyuna mərkəzdən başlayır. Qolu buraxan komanda oyuna mərkəzdən başlayır. Daha sonra və bir şey sizin nəzərinizə çatdırım. Burada məsələn oyuncu dedik, burada oyuncu 2 dəqiqəlik cəzaya gedir. Məsələn, baxın A və B komandası. Deyək 5-5 komandalar oynayır. Oyuncunun biri, A komandasının bir oyuncusu 2 dəqiqəlik cəzaya gedir. Getdi 2 dəqiqəlik cəzaya, komanda qalır 4-5. Yəni A komandası oyuncusu 4 nəfər, B'nin oyuncusu 5 nəfərdir. Bu şəkildə oynayırlar. Qol vurulsa, 2 dəqiqə dolmamış qol vurulsa, heyət bərpa olacaq. 2 dəqiqə olmamış A komandası qol buraxsa, yəni B qol vursa, olacaq heyət 5-5. Lakin A vursa heyət bərpa olmur. 2 dəqiqə bitəndən sonra yerinə oyuncu gəlir.